eləyib. 4 istiqamətdə killer yollayıb. Onlara 4 milyon pul verib. 4 milyon. Deməli, siyahıda başda kim gedir? Mehman Hüseynov, Qabil Məmmədov, Orxan Ağayev, Ələmdar Bunyatov, Məhəmməd Mirzəli, Qənimət Zahid, Əfqan Muxtarlı, Manav Səlilzadə. Bu adamlar Alyona haqqında çəkdiyi videolara görə, çıxartdığı Alyonanın bütün zibillərinə görə siyasi qətldən öldürülməlidir. Bəli, bu biraz ucuz oldu. Bəli, bu boyda 9 dənə elə bir insan saydın, 4 milyon biraz ucuz elədik qiymətini. Yox, bu şəxslərdən kimsə vurulmalıdır. Başa düşürsən? Bu şəxslərdən kimsə vurulmalıdır və onların mükafatı 4 milyon qoyub. Deməli də eləmədim. Orxan Ağayev deyir ki, balaca Heydər qızışıbdı, düşüb ortaya və 4 milyon mükafat qoyubdu. 4-5 qrup killer gəlibdi. Mehman Hüseynov, Qabil, Orxan, indi Orxan bəy saydı. Yəni balaca Heydər kişiləşibdi deyən. Petuq Heydər kişiləşib, Petuq Heydər. Qeyrəti on farsaj verib, Qabil. Deməli kimlərdir? Deməli Kürt mafiyasıdır burada. Burada Almaniyada onların baksiyonlarıdır, idmançılarıdır. İkinci partiya. Üçüncü, deməli Kürdistan Azərbaycanlılarıdır. Dördüncü isə Sırp mafiyasıdır. Sırp mafiyası. Bəli. Açıq-açığına ha, yəni Orxan bəyin dediyindən belə başa düşdüm ki, da balaca Heydər deyir, ala, arxasında biz varıq, vur. Da belə. Ehtiyatlı olun, Qabil. Mən Mehman'a da birazdan zəng edib gedim. Eyni, mən ana bacı söyüncü qoymuşam. Mən vurularamsa, yaralanaramsa birbaşa ana bacı söyüşündən qaldıracam xalq ayağa. Elə mən də. Qaldıracam. Lap sən də, yəni bu barədə həmrəy ola. Blogerlərin biri vurulsa, ana bacı söyüncündən xalqı qaldırır ayağa. Nətər söhbətdir? Yaxşı. Çox doğru. Öpürəm, danışalım. Davay, sağ ol. İmam müəllim, salam nətərsən? Bu dayımız var, dayı bu qızla da lütfdə oturub orada. Bu dayı. Sergey dayı. Sergey dayı sana çıxıb eləmi birbaşa? Sergey dayı mənə yazıb ki, bəs indi çox sağ ol Mehman ki, bunu tanıtırdın. Odessada indi bunu tanıyıblar ki, bu qucaqlarda otura qaçıb, Bala Heydərə qoşulub. Mən deyim ki, sübut ver mənə. Bu da şəkillərini göndərib ki, Misirə aparmışam onu. Misirdə deməli ki, dincəldik, bunu rahatladım. Mən də sonra deyir ki, biz qayıtdıq Odessaya, qız da sonra itdi. Mən deyirəm, ay Sergey dayı, Nisiya bunu eləmək olurdu ki, Nisiya verirlər ki. Bu da deyir ki, Alyona Nisiya da şey eləyirdi. Yəni Nisiya dəftərə yazırdıq, sonra qaytarırdı. Ortadan yox oldu. İndi o İlham Əliyev deyir ki, 4 milyon veribdi. Nəsə bizi öldürməyə. Geçsin hələ Odessada Alyonanı cavanlıqda saxlayan kişilərin borcunu ödəsin, ayıbdır. Borcunu ödəmək lazımdır. Sonra artıq gəlib öldürər bizi. Ay qaqa, mən başa düşmədim bu nətər bu Sergey dayı var burada. Bu aparıb Alyonanı qayırıb üstəlik Alyonaya pul mu verməliydi? Alyona buna pul mu verməliydi? Alyona kasıb ailədən idi. Sergeyin Alyonanın o vaxt deməli 25 yaş var idi. Sergeyin 47. Atası yaşındadır Sergey. Bu Sergey bunu aparır Misirə. Misirdə gəşək dincəllər, oteldə filan. Neçənci ildə qaqa, neçənci ildə təxmin? 2015. Ümumiyyətcə Alyonanın neçə yaşı var başına dolanayım? Sentyabr 1993-cü ildəndir. Pasportu da məndə. Ay, neçə yaş eləyir? 7 oradan, 20, 33 eləyir. 33 yaş. Əsl şeylə siqarilası vaxtıdır. Alyona deyir ki, bəs mən indi biraz əlim aşağıdır. O bilet pulu, samolyot pulu, otel pulundan əlimə nəsə gəlsən sənə verərəm. Bu da deyir, yaxşı da, nə vaxt pulun olsa verəsən. Sonra bu Heydərlə tanış olur, çıxır gedir. İndi Sergey bizim araşdırmalarımıza baxıb, Sergey. Başa düşüb ki, bunun Misirə apardığı qız Heydərə qoşulub. İndi də deyir ki, mən haqqımı tələb edirəm, mənim borcumu gəlsin qaytarsın. Ay, Alyonanı qayıran adamlar hamısı İlham Əliyevə təzminat davası açmasa yaxşıdır balaca Heydərə. Ay, qadınların ölkən sərvəti gedəcək bəndən ona. Mən sənin efinə, o elə, Sergey deyir ki, mən xoş qədəmzə adamım, Zaurun verilişi zatdır. Çıxıb ki, mən Alyona axtaram, gəl mənim pullarımı qaytarsın. İndi deyir, əlim aşağıdır, indi Alyona xanım bizə baxmalıdır. Bir şey deyim, Sergey özü mü bu şəkilləri attı sizə bugün? Sergeyin özü attı, mən dedim ki, sübut elə ki, bir yerdəydik, o deyir ki, gələ, bir yerdə dincəlirik, pivə içirik, oteldə, göşək. Ay qaqa, mən bir maraqlıdır ki, mən bir təəccüblənirəm ki, bu Alyonanı praktiki qayıran adamları niyə İlham Əliyevin oğlu İlham Əliyev öldürmək üçün milyonlar buraxmır, killer göndərmir? Öz dolar bizi kimi qorunmur, bizi kimi siyasi, niyə bizi öldürmək istəyir? Alyonanı əsl qayıranlar bizik də, o birisilər heç nə eləyib ki, o birisilər. Dalda qayırmaq olar, əsas üzdə qayırmayasan, media.